Rafael Fiziyev arda-arda gələn məğlubiyyətlərdən sonra doğma vətənində qalib ola biləcəkmi? Belə ki, UFC Azərbaycan kartında yer alan həmyerlimiz Belal Muhammedin komandası ilə məşq edən Ignacio Bahamundesi də qarşılaşacaq. Fiziyevin peşəkar göstəricilərində 12 qələbə və 4 məğlubiyyət var. Bahamundesin isə hesabında 17 qələbə və 5 məğlubiyyət var. Döyüşçülərin avantaj və dezavantajlarına baxas olsaq, Rafael Fiziyev Muay Thai məktəbindən gəlib və olduqca üst səviyyədə striking bacarıqları var, dözümlüdür. Dezavantajlarından danışası olsaq, boyu qısadır, güləş və yer oyununda nisbətən zəifdir. Bahamundesin isə demək olar ki, dezavantajı yoxdur. Həm hündür boyludur, həm yüksək səviyyəli strikerdir, həm də güləş və grappling bacarıqları var. Fiziyevlə müqayisə etsək, Fiziyev Bahamundesə görə daha sürətlidir. Döyüşü təxmin edəsi olsaq, Fiziyev yaxın döyüşü üstünlük verib içəridə döyüşsə, həm xal hesabı ilə həm də nokautla döyüşün qalib tərəfi ola bilər. Hər bir halda bu döyüş böyük ehtimalla ayaq üstə və olduqca qanlı keçəcək. Həm yerimizə uğurlar arzu edir və ürəkdən qələbə istəyir. Sizcə bu qarşılaşmada qalib kim olacaq?